Salam, hər birinizə Allahın rəhmət, xeyir, bərəkəti üzərinizə olsun deyirəm. Bildiyiniz kimi qarşıdan qəmər təqvimi ilə 9-cu Ramazan ayı yetişir və hal-hazırda Şaban ayındayıq və gördüyünüz kimi mən proqram vasitəsilə ayı izləməyə aldım və sizə də göstərirəm. Deməli, Şaban ayının 4% işıq qalıb bitməsinə aşağıda küçülən hilal deyə göstərilir. Parlaqlıq 4%, məsafəsini göstərir. Yaşı 27,56 günlükdür deyir. Ay işarəti Oğlaq bürcü üzərindədir. Nəsə bu şəkildə davam etdiyini göstərir. Və bildiyiniz kimi bu günləri yuxarıda təqvimi göstərir. Bazar günü 15 Şubat, yəni fevraldır 2026. Sağ tərəfində gördüyünüz kimi öğlədən sonra yazılıb. Sol tərəfində isə öğlədən öncə yazılıb 6:48 və 4:12 göstərir. Arasında məsafədə 4% ayda işıq olduğunu deyir. Və bildiyiniz kimi biz bilirik ki, Allah Bəqərə surəsi 185-ci ayəsində, qoy onu da göstərək. Allah buyurur ki, yəni siyam şəhrur Ramazandadır. Qəmər demir, şəhr deyir. Bütün təqvimlərə baxsanız, təqvimlər içərisində yeganə içində Ramazan ayı adı keçən təqvim ərəblərin istifadə etdiyi hicri qəməri təqvimi. Hicr sözü zaten sonradan əlavə edilib, hicrət məsələsi ilə əlaqədar, amma qəmər təqvimi, yəni ay təqvimi olaraq. Və o təqvimdə ayların adı təbii ki, baş verən hadisələrə, təbiət hadisələrinə və yaxud da ki, qıtlıq azada əlaqədar olaraq aylarda adların mənası ola bilər. Bunun heç bir önəmi yoxdur. Yəni, bəziləri Ramazan sözünün mənasına girərək bu isti ayda olmalıdır deyirlər. Məsələ bu deyil. Ramazan ayı zaten 9-cu ayın adıdır. Yəni, bizim sentyabr kimi və bu və fəsil məsələsini təyin edən günəşdir, ay deyil. Ona görə fəsili ay təqvimində axtarmaq normal bir şey deyil. Bunları biz haqqında xeyli videolarımız var. TikTok platformamızda və yaxud da YouTube'da istəyənlər girib izləyə bilərlər. Bunun yaxınlarda bir daha bu məsələyə toxunmuşam inşallah. Yeni bir video paylaşmışam. Burada nəyə qəsd eləmək istəyirəm? Deməli, Ramazan ayı adını çəkir Allah, hansı ki deyir o ayda Allah Qur'anı nazil etmişdir. Həmən ayın içində fihi onda deyir. Həmən Qur'anın sifətlərini ortaya qoyur ki, insanlar üçün o bir hidayətdir və bəyanatlar var. Hidayətdən olan bəyanatlar var və Furqandır deyir, fərq qoyandır deyir. Nəticədə kim şəhidə, şahid olsa, minkum sizdən, içinizdən, əş-şəhr bu aya fəlyasumuhu. Nəticədə onu neynəsin? Siyam eləsin. Siyamın nə anlama gəldiyini Bəqərə 187-də Allah ortaya qoyur. Yəni, siyam dedik günahdan çəkinmək deyil. Siyam dedik ki, bir insanın normalda istifadə etdiyi bir şeydən, halal olan şeylərdən müəyyən zaman çərçivəsində imtina edib geri durmağa bildirir. Orada da Allah gecələrində nəyə icazə verirsə, gündüzlərində ondan çəkinmək siyam olacaqdır. Gecə cinsi münasibətə, qadınlarla yaxınlığa və gündüzlərində isə bu olmayacaq təbii ki. Yeyin, için fəcrə qədər deməklə yeməli və içməli şeylərdən də, yəni insanın susuzluğu üçün ehtiyac duyduğu şeydən, aclığını aradan gidərməyə aparmaq üçün ehtiyac duyulan şeylərdən uzaq durması siyam olacaqdır. Bu açıq şəkildə deyilir və məqsəd də bizim təqvalı olmağımız üçün qoyulan bir prosesdir. Təqva ilə nə əlaqəsi var deyənlər inşallah tutsunlar, özləri hiss eləyəcəklər nə əlaqəsi var. Çünki bəzi şeylər var ki, yaşamaq lazımdır. Deməklə iş bitmir. Nəysə, davam edirik. Qaydırıq məsələmizin özünə. Deməli, biz burada ayədən nə anladıq? Ayədən anladığımız şey bu oldu ki, kim şahid olsa, demir alimlər şahid olsa, şeyxlər, ağalar, mollalar şahid olsa, deyir kim şahid olsa. Deməli, bəzi insanlar bir-birinə sual verir. Ramazan ayı nə vaxt girir?
Ramazan ayı oturur müştehid gözləyir, alim gözləyir. Belə bir şey yoxdur qardaşım. Allah çətinə salmayıbdır. Nə zaman yəqinə çatsanız ki, sabah Ramazan, məsələn, bu gün hilal doğdu. Yeni hilal doğdu. O zaman ne edeceksiniz? Səhərsi gününü Ramazan ayının biri kimi siyama başlayacaqsınız. Və bir ayı tam olarak, kamil olarak siyam etməlisiniz. Bəziləri onun 3 günü, 7 günü, 10 günü deyirlər. İddət sözünü qəsd edərək, amma iddət sözü Quranda 3 aya da işlənibdir, 4 ay 10 günə də işlənibdir, 2 ay üçün də işlənibdir. Yəni siyam üçün xüsusən 2 ay müddətini saysın deyir. İddət sözü işlənmişdir. 58-ci surənin ilk ayələrində. Nəysə, sözümüz onda deyil. Məqsədimiz burada nəyə çatdırmaqdır indi? Gördüyünüz kimi biz bu ayı biraz qabağa aparacağıq. Görək ayın işığı tamamilə nə vaxt sönür Şabanda. Gördüyünüz kimi keçdik 16 Şubat'a. 7:20 öğleden önceki zamanı gösterir. Yani ayın 1% ışığı 16'sında səhər 8'e 20 dəqiqə işləmişdə 1% ayda ışığı olacaqdır və bu 1% ışığın öğleden sonra 5:21 yani 6'ya 21 dəqiqə işləmişə qədər davam etdiyini görürük və biz biraz da irəli aparırıq ayı ki tam sıfıra düştü. Yeni ay deyilir burada. Ama yani yeni ay yoxdur hələ ki və görürsünüz ki ayda sıfır vəziyyətdir. Bu vəziyyətdə oruç tutulması mümkün değil. Çünkü bildiğiniz kimi Kur'an-ı Kerim umumi toplumsal olarak gözle yani izleme olarak ortaya koymuştur. Kim şahit olsa. Şahit sözü de gözle müşahidə değil. Yani delil əldə eləsə. Tabii ki bugün bunun özü de bir delildir. Ama bu telefon elimizde olmasaydı, bu program elimizde olmasaydı en basit yol hansı yoldur? Onu izləməyi qəsd eləməliyik. Çünkü bu milletin belə deyək də toplumsal olarak indi bu günləri internet evində, internet olmayan, telefon olmayan yerler de var. Çobanlıq edən insanlar var, dağın başında yaşayan, meşədə yaşayan insanlar da olabilir. Onlar necə istifadə etməlidirlər? Biz en aşağını götürürük. Umumi olarak gözlə görülmək məsələsi. Yani insan şərt burada gözün görməsinə şahidlik deyilməz. Yani insanın yeni hilalın doğuşuna dəlil əldə etməsinə şahidlik deyilir. İndi biz baxırıq görürük ki 17 fevral ikinci günü 7:47'den səhər 7:47'den akşam tərəfi olan yani 16:31'e kadar belə götürsək, yəni 16-17 yox, 17 18:31 üzr istəyirəm də belə götürəndə, yəni 7-20 dəqiqə qalana qədər ayda sıfır vəziyyətdə işıq var. Deməli hələ Ramazan girməyibdir. Hilal bitmiştir. Yeni ayın giriş ərəfəsidir. Bir Şabanın bitişi, tamamlanması finish ve Ramazanın finish formasıdır bu. Davam edirik. Aha, gördüğünüz için biraz da dala qaytaraq. Ayda 1% işıq var. Ayda 1% işıq var. Bəziləri deyə bilər ki, bu vəziyyətdə oruç tuta bilərikmi? Xeyr. Niyə? Çünki 8:11 öğleden sonra, yəni 9'a 11 dəqiqə işləmiş ayda 1% işıq var. Yani ayda ışığın tamamıyla olmaması səhərə qədər davam edir. Ama səhər gün çıxandan sonraki zamanda baxırıq ki 9'a 11 dəqiqə işləmiş hələ ayda 1% işıq var. Və bu axşam 7:40'a yəni 8'e 20 dəqiqə qalmışa qədər davam edir. Ona görə də 18'i Ramazan deyil. 18'i kimsə siyam etsə desə ki yox Ramazandır sən kimsən? Allah kabul etsin. Bizim etirazımız yoktu. İstəyirsən bugündən başla tut ki. Yani buna da itirazımız yoktu. Yani amma qardaş, yani benim özümün araşdırmam, benim özümün dəlilim. Çünkü Allah demədi ki alimlər. Kim ifadəsi mən ədatı işlənibdir. Sizdən kim şahid olsa, dəlil əldə eləsə və mən dəlil əldə etməyə çalışıram və mən biraz da qabağa gedirəm. Baxın, birinci sıfıra qaytardım yenə.
7:47-dən axşam tərəfi bu davam edir və biraz qaytaraq və gördüyünüz kimi 7:47 öğlədən öncə 8-ə 13 dəqiqə qalmış 6:31 axşama bu məsafədə ayda 0 dərəcədə hələ göstərir. Davam edirəm 1% işığın yaranması isə 8:11-də başlayır. Deməli əgər hətta tutmaq istəyən adamlar desə ki, 1% də olsa varsa tutacağım. Tutmağın üçün gərək onda sən saat məsələn sübh əzanından belə deyirlər də, yəni səhər fəcrdan yeri sökülməmişdən öncə siyamı bağlamaq lazımdır. Çünki Allah deyir ki, fəcrin ağ xətti qara xəttindən o ağ sapı qara sapından bəlli olana qədər yeyin için. Ondan sonra siyam eləyin. Biz həmən devirdə ayda 0% işıq tuta bilmirsən. Gün çıxdıqdan sonra ayda 1% işıq yaranır. O gün ona görə də 18 fevralda Ramazan deyilməsi mümkün deyil. Çünki gündüzündə ayda işıq yaranır. Gecəsində yaranmır ki, sən fəcrində siyam edəsən. Və biz davam edirik. Biraz da bunu irəli aparırıq. Gördüyünüz kimi gətirdik. 5%-ə çıxartdıq. 5% işıq. Bunu bir də adca dala görə qaytara bilirikmi? 1-dən 5-ə atlanır, yəni 3-4 göstərmir, onu demək istəyirəm. Baxın, 1-dən 5-ə atlandı 1%, sonra isə 5% olur. 5%lik ayda işıq Ramazanın girişidir. Baxırıq ki, səhər 8:33, yəni 9-a 27 dəqiqə qalmış, səhər 19 fevral ayda 5% işıq var. Bu Ramazan ayının 19 fevralda girişini tam olarak ispat etmiş olur, ortaya koymuş olur. Onun için de Ramazan ayının hilalının, ilk hilalının doğuşu fevralın 19'u en azı oradan götürülür. İndi burada ne var? Bazı insanlar bunu hilalı görür, səhərinə oruç tutur, siyam eləyir. Bazı insanlar bu hilalın bu akşam görülmesine %100 yəqinliyi var deyə siyam edir, akşam hilalı görülür. Əhl-i sünnə və şiə arasında davamlı olarak bir gün fərqin yaranması səbəbi budur. Bəziləri deyir ki, bugün akşam hilal zaten olacaqdır. Deməli, bugün Ramazandır. Onlar da deyir, yox. Hilal göründükdən sonra sabahsı hilal Ramazanın biri olacaqdır. Və bu ixtilaf davam edir. Amma məsələ burasındadır ki, əziz qardaşlarımız, hilalın zaten biz dedik ki 18'i 1% işıq yaranmıştı akşama yaxın və akşamdan sonra, yəni baxın burada qaytarım geriyə bir daha, akşam 7:40 öğlədən sonra, yəni 8'ə 20 dəqiqə qalmışa qədər 1%'dir. Ondan sonra istər-istəməz keçir 2%'ə, 3%'ə, 4%'ə ta gəlir şeyə 19'u səhər 8:33'də, yəni 9'a 27'də qalmış 5% olur. Yəni biz başa düşürük ki, fəcr vaxtında ayda 3%, 4% işıq artıq normaldır və nazik şəkildə hilalın olduğu sabit olunmuş olur. Və mən 19'u günü inşallah səhər siyam edərək hemen günü oruç olacağını qərar vermişəm özlüyümdə. Kim də ki inşallah bizi kimi düşünürsə də ki, yəni bəli 19'u günü artıq Ramazanın biridir, orucunu tutar. Yox, adam desə ki, mən axşam hilalı gərək mütləq öz gözümlə müşahidə edən və yaxud da kimsə mənə şəklini səmada görsün, çəksin, açsın, ondan sonra edəcəm, o da daha məntiqlidir, o da insanın doğru fikridir və buna da heç bir etirazımız yoxdur. Allah hər bir kəsin siyamını qəbul etsin. Buna bir belə deyək də irad tutmağa haqqımız yoxdur. Çünki kimə şahid olsa, kim sinizdən şahid olsa ki siyamdır, hilal girdi, Ramazanın hilalı doğdu, siyam etsin deyir. Bir adam tam yəqinə çatmamış, bunu etməsi zaten məntiqsizdir. Sözümüz bu qədər. Allah hər birinizdən razı olsun. Allah bizdə təqvalı qullarından qərar versin. Allah bizləri onun qulluğunda sabit qədəm olmağı nəsib eləsin. Esselamu aleykum və rəhmətullah.